Qarabağ bugün UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab oyununa çıxacaq. Azərbaycan çempionu səfərdə İngiltərənin güclü klublarından biri olan Newcastle-la qarşılaşacaq. Oyun saat 00:00-da start götürəcək. Maçı İtaliyalı FIFA referisi Davide Massa idarə edəcək. Onun təcrübəsi və sərt idarəçilik üslubu maçın yüksək tempdə keçəcəyini deməyə əsas verir. Xatırladaq ki, Bakıda keçirilən ilk qarşılaşma Qarabağ üçün ağır alınıb. Həmin görüşdə İngiltərə təmsilçisi 6-1 hesablı qələbə qazanıb. Bu nəticə mərhələni keçmək şansını xeyli azaltsa da, Qarabağ üçün vacib oyunu xarakter, nüfuz və Avrokubok təcrübəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurban Qurbanovun rəhbərliyi elədiyi kollektiv bu görüşdə daha intizamlı müdafiə, orta xəttə topa nəzarət, sürətli əks hücumlar hesabına fərqli oyun nümayiş etdirməyə çalışacaq. Qarabağ artıq illərdir Avropa arenasında Azərbaycan futbolunun simvoluna çevrilib və belə maçlar komandanın beynəlxalq səviyyədə formalaşması üçün böyük təcrübədir. Cavab oyunu nəticədən asılı olmayaraq futbolçuların xarakterini, döyüş ruhunu və gələcək mərhələlər üçün potensialını göstərmək baxımından mühüm sınaq olacaq. Qeyd eləyək ki, qarşılaşma UEFA Çempionlar Liqası çərçivəsində keçirilir və Azərbaycanlı azərkeşlər gecə saatlarına baxmayaraq komandalarına dəstək olacaqlar.